Azərbaycan Hülakülər Dövlətinin mərkəzi kimi. Hülakülər Elxanilər dövləti 1258-1357-ci illərdə mövcud olub, Monqol mənşəli dövlət idi. Dövləti yaradan Hülakü xan olmuşdu. Dövlətin mərkəzi isə Azərbaycan idi. Keçirik paytaxtlara. Paytaxtlar ilk öncə Marağa şəhəri, daha sonra Təbriz, sonra Sultaniyə və Təbrizin qabağını 2 dəfə yazmışam. Sultaniyədən sonra yenidən Təbriz olur. Ümumilikdə isə dövlətin siyasi iqtisadi mərkəzi Azərbaycan idi. Azərbaycan. Sonra keçirik biz Nəsrəddin Tusi, hansı ki böyük alim. Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi və sonra Abaqa xanın, yəni Hülakü xanın oğlunun vəziri olmuşdur. Ümumiyyətlə əsərləri, rəsədxana təşəbbüsləri olub, orta əsr İslam elmində mühüm rol oynamışdır. Marağa rəsədxanasının yaradılmasında əsas fiqurlardan biri olub. Marağa rəsədxanasının yaradılması 1259-cu ildə tikilməyə başlayıb, 1271-ci ildə isə bu mağaranın daha doğrusu Marağa rəsədxanasının tikintisi başa çatmışdır. Keçirik Qazanxana, vəziri Fəzlullah Rəşidəddin olmuşdur. Bu Qazanxan əsasən islahatlar keçirmişdir. Baxaq görək hansı islahatları keçirib. Qazanxan islahatları dini islahat, torpaq islahatı, ticarət islahatı, vergi islahatı, rabitə islahatı və məhkəmə islahatları olmuşdur. Torpaq islahatında nədən söhbət gedir? O hərbiçilərə iqta torpağı paylanmışdı. Bəs iqta nə deməkdir? Hərbi xidmətə görə verilən torpağı idi, şərti torpağı idi. Şərti. Divan dövlət torpağı idi, İncul xan və ailəsi məxsus torpaq, bayraq isə istifadəsiz qalmış torpaqlar olmuşdu. Ümumiyyətlə bu üçündən iqta torpaqları verilirdi hərbiçilərə. Keçirik digər islahatlara. Digər islahatları dini islahatlar olub. Dini islahatına görə Qazanxan İslamı qəbul edib və Mahmud adı almışdı. Ticarət islahatına əsasən vahid ölçü, çəki, pul sistemi yaratmışdı. Çəki, pul sistemi. Vergi islahatı, vergilərin miqdarı müəyyənləşdirilib, vergi yığılması mərkəzi divana həvalə edilmişdi. Mahal naiblərinə isə vergi yığmaq qadağan olunmuşdu. Rabitə islahatı, hər 21 kilometrdən bir rabitə dayanacağı, yəni yam qurulmuşdu. Rabitə dayanacağı yam deməkdir. Məhkəmə islahatı qazi vəzifəsinə layiqli din xadimləri təyin olundu. Məhkəmə islahatı yarımçıq qalıb, bunu yadımızda saxlamalıyıq. Sonra gəlirik biz Qazanxandan sonra oğlu Əbu Səidin dövrünə, gənc hökmdar olmuşdu. 12 yaşında hakimiyyətə gəlmişdi və onun dövrlərində ilk vaxt Əmir Çoban idarə etmişdi dövləti. Əmir Çoban neynədi? 1318-ci ildə Qızıl Ordu hökmdarı Özbək xanı yürüşünün qarşısını almışdı və həmin ildə 1318-də Xorasanda üsyanı yatırmışdı. Bəs Əbu Səid özü nə işlər görmüşdü? Gürcüstanda, Sultaniyə və Naxçıvanda üsyanları yatırdı. Bu üsyanları da yatırdığı üçün Bahadır ləqəbi aldı. Və son olaraq Çobanilər dövrü olur 1338-1357-ci illərdə Hülakülər dövlətində. Hülakülər dövlətinin süqutu 1357-ci ildə olub, hansı ki 1357-ci Qızıl Ordu hökmdarı Canı bəy Azərbaycana yürüş etdi. Hülakülər dövləti süquta uğradı 1357-ci ildə.